orada içeride oturmuştum. Böyle onda gördüm ki kapıdan patladı. Böyle güçlü patladı. Onun orada nasıl elmaslarını biz de damız töküldü önümüze başımıza. Orada da bir iki nefer zədalı böyle ciddi zədə değil. Ancak bizim binaya değer ne değerse. Kırağa hiç şey. O podval da patlayıp oradan partlayıcı oradan oldu. Nədən ola bilər sizin? Vallahi bilmirəm. Ya bizim gaz xətti deyil. Bizdə yoxdur qaz. Amma buradan yerdən qaz gedir. Ola bilsin ki o qaz xəttində düzgün calanmaya bilməyib. Ola bilsin o nələrə qədər ola bilər. Yəni hadisə ilə bağlı səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin 112 qaynaq xəttinə məlumat daxil olmuşdur. Məlumatda bildirilmişdir ki, Bakı şəhəri Nərmanov rayonu Əhməd Rəzəli küçəsində 5 mərtəbəli ofis binasında partlayış baş verib və dağıntılar var. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin qurumları, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilmişdir. Hadisə yerinin qiymətləndirilməsi aparılarkən təhlükəsizlik tədbirləri görülmüşdür və xilasetmə əməliyyatları nəticəsində 7 zərər çəkmiş xilasedicilərə aidiyyət üzrə təhvil verilmişdir. Kliniki tibbi mərkəzdən verilən məlumata görə partlayışda xəsarət alan 5 nəfər mərkəzə hospitalizasiya olunub. Bildirilib ki, onlardan bir nəfərə termiki yanıq, 4 nəfərə isə bədənin müxtəlif nahiyələrinin müştərək travmalar diaqnozu təyin olunub. Hazırda pasientlərin müalicəsi tibb müəssisəsində davam etdirilir.